Və yeni bir gün, yeni bir günə başlayırıq. Mən günəş arxadan vurur deyə mən yaxşı görünməyə bilərəm, amma mənzərəyə görə sırf burada çəkirəm videomuzu. Çünki Gürcüstanın və Tbilisin simvolları sayılan azadlıq heykəlindəyik. Freedom gedir buranın adı və buradan günümüzü başlayıram. Dünənki gündə olan xərclərimi bildirmək istəyirəm. Yenə təxmini olaraq 50 manat yemək, su və yol xərclərim oldu. Yol xərcimi şəhərin mərkəzinə götürdüyümə görə çox yerə ayaqla gedirəm. Taksidən amma dünən istifadə elədim. Çünki fərqli bir məkanlara getmişdim. 50 manat belə xərcim çıxdı və oteli əlavə 2 gündə götürdüm və endirim eləyərək götürdüm. Yenə təxmini 110 manatda otelə çıxdı. Ümumi əlavə edirik, 160 manatda əlavəmiz edirik. Və onu da qeyd edeyim ki, bugün pulum qurtarmışdı. Bankdan pul çıxartdım və bankomatlarda Azərbaycan dili var. Azərbaycan dilinə çıxarda bilərsiniz. Bu çox yaxşı bir şeydir. Yəni Gürcü şriftini başa düşmürsünüzsə, bankomatlarda Azərbaycan dili var. Və Kapital Bankdan çox rahat formada ödənişlərinizi çıxarda bilərsiniz. Ondan başqa Azərbaycan manatı da istənilən yerdə verib pul xırda Azərbaycan manatını da valyutada dollardan dəyişə bilərsiniz və yaxud yerli puldan dəyişə bilərsiniz. Yəni Azərbaycan manatı da burada qəbul olunur. Və beləliklə bugünkü günümüzü də buradan başlayırıq və üzümüz adlar çox qəribdir. Adam deyəndə bütün dil dodağı qarışır bir-birinə. Mistika ilə farkıdır, nədir? Ora gedirəm. Çox güman ki, taksi ilə gedəsi olacağam. Çünki hardasa 5 kilometr uzaqlıqdadır deyə çox güman taksi ilə gedəsi olacağam. Neyse, bu günümüzü də belə başlayırıq. Görək başımıza nə gəlir. Maraqlı haralara gedirik. Bura isə Tbilisinin ən bahalı və ən önəmli küçələrindən Rustaveli küçəsidir. Və bütün brendlər, brend otellər, brend dükanlar hamısı bu küçədə yerləşir. Brend restoranlar və dövlət yerləri. Funklyorla qalxdığım Mitsiyami parka hal-hazırda buradayam. Buradan gözəl bir yaşıllıq və Tbilisiyə ən hündür nöqtəsi məncə buradır və buradan çox gözəl bir mənzərə açılır. İndi sizinlə bərabər və budur. Bütün Tbilisi görsənir. Yəni ən hündür nöqtə məncə buradır. Dünən qalxdığım o heykəl olan nöqtə buradan çox aşağıda görsənir və buraydı. Hardasa buralardaydı. Ancaq bura çox hündürdür. Kür çayı, bu Sül körpüsü. Burası köhnə şəhər. Dünən olduğum hissə buraydı. Və mənim otelim isə burada yerləşir. Gələndə qalxmağınız bura məsləhətdir. Funklyorla gəldim, 18 manat elədi funklyorla qalxmaq. Amma məncə kanat da qalxır bura. Kanatla 2 manata qalxmaq olar. Düzdür, səhv elədim, gərək kanatla qalxardım. Amma funklyorla qalxdım, funklyor 18 manat elədi. Və gedək parkda görək nə var. Tərifləmişdilər mənim üçün. Və belə bir funklyordur. Və belə bir şey. Yəqin ki, bu hər ölkədə olduğu kimi televiziya qülləsidir. Və buradan o yana yaşıllıq və meşəliyə başlayır. Park yaşıllıqlar içində yerləşsə də daha çox uşaqlar üçündür. Çünki burada ancaq atraksiyonlar, uşaq əyləncələri və s. var. İndi böyüklər üçün hələ ki bir əyləncə tapa bilməmişəm, ancaq şəhər mənzərəsi gözəl görsənir. Düzdür, dağdır, hündürdür. Ancaq sırf uşaqlar üçün olan atraksiyonlar falan çoxluq təşkil edir. Yəni uşağınız varsa gələ bilərsiniz. Bu da yəqin televiziya qülləsidir.
Düzdür, yaşıllıqdır, meşəlikdir, sakitlikdir və uşaqlar üçün oyun yerləridir. Nə deyən lazımdır? Bax, evli adamın məsləhəti ilə burada nə ölümün var. Subay adamın var, burada nə işi var? Deyən lazımdır. Sənə deyən lazımdır, evli adamdan məsləhət al ki, hara gedə bilərəm. Neyse. Gedək görək başımıza nə gəlib. Şəhərin mərkəzində diskoteka barda fırlan da sən, burada nə ölümün var? Deyən lazımdır mənə. Və Tbilisinin məşhur kanatı. Bugün Tbilisinin Dinamo Tbilisinin stadionudur. Tbilisinin görüntüsü. Digər kanatın qiyməti gediş 2 manat idi. Ümumiyyətlə yuxarı qalxan kanatlardan. Bu kanata amma yəqin ki parkın giriş qiymətləri də var. 18 manata funkulyorla qalxıb kanatla düşdüm. O küləkdir, yellənir bakalım. Yellənir. Küləkdə əməlli yellənir. Tbilisi gəzintim davam eləyir və şəhərin mərkəzində belə bir yerə gəldim. Bura maraqlı bir yerdir və bu yerin arxında isə şəlalə yerləşir ki, şəlalə var və hamamlar kükürt hamamı sayılan bir yerdir və bu cür hamamlar yerləşir burada və şəhərin ortasında Kürd çayına birləşən bir çay da var və bu çayın axırında da isə şəlalə var. Maraqlı bir yer idi. Getdiyiniz halda burada da atmosfer və turistlərin çoxluğu və bu cür maraqlı rəqslər falan, mahnılar oxunulur və gecə də həm gözəldir bura, həm də səhər gəldiyiniz halda çox maraqlıdır. Və belə bir körpü var ki, burada sevgililər, cütlüklər öz qıfıllarını asırlar və orada qalır. Yəni bütün o ərazi sevgililərin qıfıllarındandır və bura gələn cütlüklərin çoxusu bu qıfılları bura asır və çox gözəl həm görkəm verir, həm də anlam verir. Bu da Özbəkistana oxşayan bir yerdir. Bura isə hamamdır. Bu da Özbəkistanda olan mədrəsələrin formasındadır və çox gözəldir. Bu cür körpü ilə də körpünün üstündən keçəndə aşağıda da çay var. Çayda da gözəl bir mənzərədir. İtlərsə ürəkləri istəyən yerlərdə otururlar bu cür. Harda ürəkləri istəyir, orada da yəni Tbilisini itlərin şəhərində adlandırmaq olar. Necə İstanbulu pişiklər şəhəridirsə, Tbilisi də itlərin şəhəridir. Bu cür çay axır və bu çayın sonunda isə gözəl bir şəlalədir və burada çox gözəl binalar var, çox gözəl balkonlar. Yəni ümumiyyətlə bu sırf balkon hissəsi həqiqətən həm fotogenikdir, həm gözəl görsənir, həm də maraqlıdır. Və buranı gecə-gecə gedirik və qarşıda şəlalə var ki, şəhərin öz mərkəzində bizim öyrəşmədiyimiz formada, yəni biz Bakıda şəlaləni görməyimiz mümkünsüzdür. Ancaq burada şəhərin mərkəzində 5 dəqiqəlik bir məsafədə şəlalə də var. Və bu balkonlar həqiqətən çox gözəl idi. Və onu da bildirim ki, səsləndirməni sonradan aparmışam, çünki mikrofonunda nəsə boşluq olub, səs getməyib, ona görə də səsləndirmə yenidən aparmışam. Və bu cür qıfıllarda orada sırf ancaq qırmızı qıfıllar idi, burada isə fərqli qıfıllar da asılır, yəni sırf sevgililərin körpüsü sayılır bura. Və biraz da irəlilədikdən sonra isə şəlaləyə görüntü açılacaq və şəlaləni də görəcəyik. Burada nə danışmışam bilmirəm, yadımdan çıxıb artıq, amma çox uzun danışmışam ki, çox uzun da videodur. Və gəzə-gəzə sonunda gəldik şəlaləyə çatdıq. Bu cür böyük olmasa da möhtəşəm
görüntü olmasa da, amma şəlalədir. Yəni bu da şəhərin mərkəzində olması onun qeyri-adiliyi idi. Çünki biz öyrəşmədiyimiz bir şeydir ki, şəhərin mərkəzində şəlalə var. Bu cür gözəl görüntü, isti havalarda isə sərin və şəlalənin yanıdır deyə normal sərinlik olan bir məkandır. Gəldiyiniz halda buna da gəlin, çox maraqlıdır və bu cür görüntü var şəlaləyə gedən yolda. İtlər isə hər zamanki kimi harda ürəkləri istəyir orada da yatırlar. Baxın, düz turistik yerlərdə ürəkləri harda istəyir orada da yatırlar. Tbilisidə maraqlı turlardan biri də bu gəmidir ki, hər gün Tbilisiyə hər gün insan bizim üçün doğma olan Kür çayında bu cür gəmi turu və çox gözəldir. Getdiyiniz zaman həm səhər, həm axşamı başqa bir gözəlliyi var. Getdiyiniz zaman bu turdan istifadə edin. Qiymətli təxmin olaraq bundan çıxır. Amma çok güzel, çok farklıydı. Tbilisi güzel, gece de güzeldi. Çok güzeldi. Bu tür karşıya gittikler, bu tür kilseler, yani kayalıklar var ki, her gün Kür çayında bu tür kayalıklar çok güzel. Çok meraklı bir yerine var olduğum biraz o yolu göstereceğim size. Tüm kayalıklar ve ağaçlar ve ağaçların geldiyse güvercinleriydi. Həqiqətən güzel görüntüydü. Dəqiq öyle bir yer olacağını bilmirdim ve getdiyimiz halda gördüm ki, bütün ağacın üstü güvercinləriydi. Yəni çox fərqli göstərirdi. Bu yer olacaq. Baxın, ağacların üstü ağ güvercinlərdir. Güvercin, yəqin ki, güvercindir. Çox gözəl göstərir ama. Bütün ağacların üstü də var. Yəqin ki, gecəydi, sırf oraya yatmaq üçün. Yəqin ki, onların yatacaq yerləri idi ki, hamısı oraya yığılmışdı. Tbilisidə yağışlı bir gündə səfərimizi yekunlaşdırırıq. İyul ayı olsa da yağışlı bir gün Tbilisidə və beləliklə qısa fikirlərimi bildirmək istəyirəm. Bura gəlmək istəyənlər rahatlıqla gələ bilər. Çox da çətin ölkə deyil. Rahatlıqla otel tapa bilərsiniz və qiymətlər də təxmini olaraq əgər ekonom rejimdə hostelldə qalsaz və marketdən gitsəz və bu cür ekonom rejimdə gəzəsi olsaz 400-450 manata burada gəzmək olar. Bileti əlbəttə ki, qatardan alsaz. Yox, əgər rahat şəkildə ən azından mənim kimi, yəni nə tam full formada, yəni nə də kasıb formada, yəni ən ekonom rejimdə gəzməsəm də təxmini olaraq xərcim 700-750 manat civarında oldu. Bura hədiyyələr daxil deyil. Yəni gəlin, gəzin, hardasa 500-600 manat bir nəfər üçün nəzərdə tutun, ən azı, yəni ekonom rejimdə gələcəyi halda gəlin, gəzin. Fikirlərim olaraq, yəni Gürcüstanı Qafqazdan çox Avropalılara meylləniblər, Avropaya yaxşıyırlar. Yəni insanlar da Qafqazdan çox, bəlkə də paytaxtdayam ona görə və mərkəzdəyəm ona görə belədir, amma qıraqlarda bəlkə də belə deyil. Yəni insanlar Avropaya meyillidir, hər şey Avropadır, hər yerdə Avropanın bayraqları var. Ondan əlavə turistik olaraq çətinlik çəkəcəyim bir şey olmadı, oteli falan da rahat tapa bildim. Bizə qarşı, Azərbaycanlılara qarşı mehribandılar, yəni yüksək hörmət göstərirlər, onu da bildirim. Başqa xərclər, qiymətlər Azərbaycanla eyni səviyyədədir, istər market qiymətləri, istər taksi qiymətləri, istər restoran qiymətləri hardasa biraz bahadır. Bəzi yerlərdən bahadır, bəzi yerlərdə yenə deyirəm, bizdə brend restoranlar çoxdur. Ancaq burada hər büdcəyə uyğun yer tapmaq mümkündür. Yəni büdcən azsa, büdcəyə uyğun da yer tapa bilərsən. Gəlin, gəzin. Gürcüstan səfərimiz də burada yekunlaşdı. Ümid edirəm növbəti səfərlərdə məni izləyəcəksiniz. Like edin, üzv olun səhifəmizə və adamlar keçirdi. Like edin, səhifəmə üzv olun, yeni başlamışıq.
Nə qədər izləyicim çox olsa, o qədər mən də həvəsə düşüb yeni videolar çəkəcəm. Təşəkkürlər, minnətdaram. Təşəkkürlər izlədiyiniz üçün.